Susmağı öyrən. Haqlı olmağa deyil, xilas etməyə çalış. Dinlə. Ən çox incidilən zaman sus. Gəl yanıma, sənə susmaq haqqında danışacağam. Qoy bütün dillər sussun və bütün dünya Rəbbin hökmünə məruz qalsın. Sus ki, mənim hökmlərim həyata keçsin. Rəbb müqəddəs məbədindədir. Qoy hər kəs onun önündə sussun, deyən yazını xatırla. Mən məskən saldığım qəlb mənim məbədimdir. Mən məskən saldığım insan susacaq, ürəyində məskən salana mənə hörmət edəcək. Dilini saxlayan canını qoruyar, boşboğaz isə başını bəlaya salar. Bu sözlər susmağın xilas verdiyini, yersiz danışığın isə ölüm gətirdiyini deyir. İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər. Xain isə zorakılıq istər. Əzizim, bu sözlər doğru yerdə deyilən sözlərin mütləq bəhrə verəcəyini deyir. Deməli, bütün sözlərin bəhrəsi var. Xeyir və yerində deyilən sözün bəhrəsi xeyir, şər və yersiz sözünkü isə zorakılıq və ölümdür. Yerində deyilən sözlər gümüş oymalar içində qızıl almalara bənzər. Hə, əzizim, dilini saxlayan nə vaxt söz deyəcəyini, harada danışıb, harada susacağını bilir. Onun ağzından çıxan sözlər gümüş oymalar içində qızıl almalara bənzəyər. Yəni ki, sözün dərinliyi və kökü olar. Belə sözlərin qiyməti onun mənasında gizli olar. Xatırla, Davud nə dedi? Dilim öz həddini aşmasın. Susmağı öyrənmiş dil həddini aşmaz. Bəli, əzizim, mən bunlara görə istəyirəm ki, susmağı öyrənəsən. Çünki boşboğazlıq edən tutuquşu qəfəsdə sahibini əyləndirir, nə dediyini özü də anlamır. Amma qartal zirvələrdə gəzər və yalnızca müəyyən məqsədlə səs çıxarar. Mən səni zirvələrdə gəzdirmək istəyirəm. Ona görə də susmağı və yalnızca lazım olanda danışmağı öyrətmək istəyirəm.